Silindirdən başlayırıq. Fırlanma cisimləri olaraq biz öyrənəcəyik silindir, konus, sfera, bir də kürə. Birincisi silindir nəyə deyilir? Onun izahını verək. Silindir düzbucaqlının bir tərəfi ətrafında fırlanmasından alınan cisimdir. Düzbucağının bir tərəfi ətrafında, burada şəkildə gördüyünüz formada, tutaq ki, böyük tərəfi ətrafında fırlanıb, böyük tərəfi ətrafında fırlanmasından alınan belə bir dənə cisim olub silindir. Silindirin oturacaqları dairə olur. Yəni, yan səthinin sahəsi, tam səthinin sahəsi hansı formada alınır? Deməli, fırlanan tərəf hansı tərəf ətrafında fırlanırsa, o həmin tərəf olur silindirin hündürlüyü. Digər tərəf isə olur silindirin oturacağının radiusu. Oturacaqlar dediyimiz kimi dairə olur. İndi bunu mən hansı formada alınır bir dənə göstərəm, bir dəqiqə gözləyin. Bu silindirdir. Bax, burada ekranda görürsünüz də. Bax, görürsünüz, düzbucaqlı bir tərəf ətrafında fırlanır. Alınır belə bir dənə cisim. Buna deyilir fırlanma cismi, yəni silindir. Bu hissə adlanır. Burada gördüyünüz bu hissə, bax bura. Bura olur doğuran, bura olur oturacağın radiusu. Elə silindirin doğuranı eyni zamanda olur nə? Silindirin hündürlüyü. Təsəvvürünüzdə formalaşsın, yəni silindir necə alınır deyə. Yaxşı. İndi bildik, deməli silindirin radiusu deyəndə oturacağın radiusu başa düşürük. Silindirin hündürlüyü deyəndə isə biraz əvvəl deyik, düzbucağın hansı tərəfi ətrafında fırlanırsa, həmin tərəf olur silindirin hündürlüyü. Silindirin oxu nə deyilir? Silindirin oturacaqlarının mərkəzindən keçən düz xətt. Yəni burada gördüyümüz misal üçün O1 parçasından keçən, yəni O1 nöqtələrindən keçən düz xətt adlanır silindirin oxu. Silindirin hündürlüyü onun həm də nə adlanır? Doğuran adlanır. Bu belə. Silindirin oxundan keçən müstəvi ilə kəsişməyə silindirin ox kəsiyi adlanır. Yəni silindirin belə deyim də, müstəvi ilə kəsiyi müxtəlif formada ola bilər. Amma oturacaqların mərkəzindən keçirsə, ona deyilir silindirin ox kəsiyi. Yəni burada silindirin ox kəsiyi gördüyümüz kimi A, B, C, D düzbucaqlısıdır. Silindirin ox kəsiyi deyilsə mütləq onun olmalıdır, mərkəzlərdən keçməlidir. Mərkəzdən keçir və silindirin ox kəsiyi də adlanır nə burada? Düzbucaqlı. Silindirin ox kəsiyi, yəni burada gördüyümüz A, B, C, D düzbucaqlısı kvadrat olarsa ona deyilir bərabər tərəfli silindir. Yəni bərabər tərəfli silindir şərtdə verilibsə, demək ki, o zaman hündürlüyü nəyə bərabərdir? Oturacağının diametrinə bərabərdir. Yəni h bərabərdir nə olur onda? 2 yer. Bunu nəzərə almaq lazımdır. Yəni burada artıq bərabər tərəfli silindir deyən kimi biz hündürlüyü nəyə bərabər edirik? Oturacağın diametrinə bərabər eləmiş oluruq. Silindirin oxuna perpendikulyar müstəvi kəsiyi, silindirin oxuna perpendikulyar müstəvi kəsiyi oturacağa bərabərdir. Yəni burada məsələn gördüyümüz kimi bu üçüncü şəkli görürsünüz, bax bu şəkli. Bu şəkildə silindirin oxuna perpendikulyar müstəvi kəsiyi alınıb. Yəni bu ox kəsiyi alınamır. Ox kəsiyi olması üçün mütləq hardan keçməlidir? Mərkəzdən keçməlidir. Mərkəzdən keçmirsə ona biz ox kəsiyi biraz əvvəl dediyim kimi ox kəsiyi deyə bilmərik. Buna nə deyilir? Burada misal üçün N, K, Y, M-ə deyilir müstəvi kəsiyi. Oxa silindirin belə deyək də ox kəsiyinə
Perpendikülər də ola bilər, perpendikülər olmaya da bilər, ola da bilər, fərqi yoxdur. Elə ki, burada oturacağı biz nə götürürük? Bax, bu oturacağı görürsünüz, bu dairədir. Oturacağın dairəsi olanda dairədə elə bir ki, 2 dənə nə olur? Vətənin kəsişməsi kimi baxacaq orada. Amma bu müstəvi kəsikdə nə olur yenə? Düzbucaqlı olur. İndi silindrin yan səthi, tam səthi, yan səthin açılışı hansı formada olur? Onu da mən bir dənə video şəklində göstərim. Yan səthin açılışını. Görün, yan səthin açılışı nə? İndi burada görürük ki, silindrin yan səthin açılışı nədir? Silindrin yan səthin açılışı düzbucaqlı olur. Bax, bu şəkildə açılış olur. Deməli, yan səthin açılışı düzbucaqlı olur. Bu yansın, indi bir şey göstərəcəm burada. Silindrin yan səthin açılışı dediyimiz kimi düzbucaqlıdır. Tam səthinin açılışı isə düzbucaqlı və 2 dənə dairədən ibarətdir. Bax, belə bir şey deyim burada. Məsələn, bu oturacağın uzunluğu olur da. Deməli, necə düzbucaqlı olur? Düzbucağının bir tərəfi olur silindrin hündürlüyü, bir tərəfi isə olur oturacağının uzunluğu 2πr. Ona görə məsələn, silindrin yan səthinin sayəsini soruşanda bu düzbucaqlıdır. Düzbucağın sayısı nədir? S bərabərdir A vurulsun B. Burada da düzbucağın bir tərəfi olub H, bir tərəfi olub hündürlük. Ona görə məsələn, silindrin yan səthinin açılışının sayəsini deyəndə düzbucaqlı kimi baxanda 2πr vur H. Yəni o 2πr buradan gəlib çıxır. Tam səthin açılışını deyəndə isə yan səthi üstə gəlir 2 dənə dairə. Bunların da sayısı, dairənin də sayısı πr kvadratdır da. 2 dənə πr kvadrat toplayanda olur 2πr üstə gəl 2πr kvadrat. Bu da olur tam səthinin sahəsi. Səth deyəndə yəni üzlərin sahələri cəmində səth deyirik biz orada. Bu da belə. Buradan gəlib çıxmış olur. Artıq yan səthin açışı gördüyün halını, bax burada gördüyünüz kimi, şəkildə də gördüyünüz kimi yan səthin açışı oldu düzbucaqlı. Düzbucaqlının bir tərəfi oldu H, bir tərəfi oldu oturacağın çevrəsinin uzunluğu, yəni 2πr. Onda yan səthin sayısı nə olur? 2πr H. Ox kəsiyin sayısı nə olur? Ox kəsiyi dediyimiz kimi burada A, B, C, D düzbucaqlısıdır. Ox kəsiyinin bir tərəfi olur düzbucaqlı kimi baxanda, bir tərəfi olur H, bir tərəfi isə olur oturacağın diametri 2r. Ona görə ox kəsiyin sayısı nə olur? 2rh. Bura əlavə bir dənə piyə vuranda, 2rh-ı piyə vuranda olur yan səthinin açılışı, yan səthinin sayısı. Ona görə məsələn bəzən suallarda düşür, testlərdə deyir ki, silindrin ox kəsiyinin sayısı 5-dirsə, yan səthinin sayısı nə olacaq? Elə 5π. Piyə vuracaq, kifayət olacaq. Və yaxud da bəzən silindrin yan səthinin sayısını verir. Deyir, yan səthinin sayısı 10π-dirsə, onda ox kəsiyinin sayısı nə olacaq? 10π böl π olacaq 10. Yəni bu şəkildə tapa bilərsiniz. Biraz əvvəl dedik, tam səthin sayısı da S, yəni üstə gəl 2S oturacaq. Burada da 2πr kvadrat, üstə gəl 2πrh, yəni bu gəlib çıxmış olur. Yan səthin sayısını necə alındı, onu bildik. Oturacaq da 2 dənə dairədir. 2 dənə dairənin sayısı gələndə yan səthinin sayısı və tam səthin sayısını tapmış oluruq. İndi bu biraz nəyə oxşayır ki, prizma. Biz keçən dəfə prizmada elə bir ki, silindirlə prizma sanki qardaşdır da, belə deyil. Silindirdə oturacaq, elə bir ki, düzgün çoxbucaqda nöqtələr o qədər çoxalıb ki, artıq o dairə şəkli, nöqtələr bir-birinə yaxınlaşıb dairə şəklini alıb. Yəni, prizma ilə silindir dediyim kimi bir-birinə qardaşdır, oxşardır hər şeyləri. Məsələn, prizmanın yan səthinin sayısı nə demişdik?
oturacağın perimetri vurulsun düz prizmada, oturacağın perimetri vurulsun hündürlüğü idi. Burada oturacağın perimetri elə ki çevrənin uzunluğu ilə oturacağın, yəni dairənin perimetri kimi gedir də. Perimetr yəni uzunluq, çevrənin uzunluğu elə ki prizmada da nə olurdu? Oturacaqdakı müstəvi çoxbucağının perimetri. Burada da dairənin perimetri kimi başa düşə bilərsiniz çevrənin uzunluğunu. Ona görə nə olur? 2 pi vurulsun h idi. Orada da nə idi? Oturacağın perimetri vurulsun h idi prizmada. Sonra prizmada yenə tam səthin sayısı nə idi? S yan üstə gəlir 2s oturacaqda. Burada oturacaqlar dairə olduğu kimi ona görə 2 pi kvadrat olur. Sonra prizmanın həcmi nə idi? V bərabərdir S oturacaq vur H. Burada da həmin prinsip var. V oturacaq, S oturacaq vur H. Yəni prizmanın həcmi, silindrin həcmi oxşardır bir-birinə. Sadəcə burada oturacaq dairə olduğu üçün pi kvadrat vurulsun H olur. Yəni prizma ilə prizmadakı düsturları biləndən sonra, məsələn prizmaya görə baxıb da burada silindrin tam səthi, yan səthi və ya da həcmini hesablaya bilərsiniz. Silindrin ox kəsiyin diaqonalı 8/2 santimetrə bərabər olan kvadratdır. Silindrin oturacağı radiusunu tap. Deməli, burada ox kəsiyi olur. Ox kəsiyi kvadratdır. Kvadrat olduğu üçün, deməli, onda bunun hündürlüyü də 8 eləyir. Oturacağın diametri də 8 eləyir. Çünki diaqonal 8/2 idirsə, axı biz bilirik ki, bərabər yanına düzbucaqlı üsbücaqda hipotenuz katetin kökaltı 2 mislidir. İndi burada hipotenuz 8/2 idirsə, deməli onda katet 8 olur. Yəni dolayısıyla hündürlük 8 olub, radiusda neçə olur buradan? 4 almış oluruq. Sonra bu da qəbula düşüb 2020-ci ildə. Və burada F1 və 2 silindirə oxşar olarsa, F1 yan səthinin sayəsini tapın. Biz bilirik ki, oxşar fiqurların sahələri nisbəti onların uyğun xətti ölçülərinin kvadratları nisbətidir. Burada deməli birincinin radisi verib 2 metr, ikincinin radisi verib 3 metr. Yan səthin sayısı 54 verib, birincinin yan səthin sayısını soruşur. Ona görə yan səthin sahələri nisbəti bölünsün oturacaqların radiusların kvadratları nisbəti. Oradan da S1, yəni birinci silindirin, F1 silindirinin yan səthin sayısını bu şəkildə tapmış oluruq. Fiqurların oxşarlığı qaydasına görə buradan tapmış oluruq. Sonra yenə dibin test topusunda olan belə bir dənə sual var. Deyir, silindrin yan səthinin açılışı diaqonalı 8 ilə bərabər olub, oturacaqla 30 dərəcəli bucaq əmlə gətirən düzbucaqlıdır. Yəni bu silindrin yan səthinin açılışı verilir burada. Demək ki, bu 4 olduğu üçün elə silindrin hündürlüyü də nə olub? 4 olub. Diaqonal 8 olduğu üçün burada 30'un qarşısındakı katet hipotenuzun yarısı da 4 olur. Oturacağın çevrəsinin uzunluğunda nə olub? 4/3. Yəni əslində burada 2 pi oturacağın bura, yəni bura 2 pi idi də. Bayaqları göstərdi videoda. Bura bərabərdir 4/3. Burada da verilib zaten. Buradan da pi'nin yerinə nə yazırıq? 3 yazırıq. O yazıb ki, şərtdə 3 yazsın. Buradan radiusu tapırıq. Radius tapdıq. Hündürlüyü də 4 olur və buradan da biz həcmi tapmış oluruq. Sonra yenə dibin test topusunda olan suallardan biri. Silindrin oturacağın sayısının yan səthin sayısına nisbəti 1/4 kimidir. Ox kəsiyin diaqonalları arasındakı bucağın dərəcə ölçüsünü tapın. Bax, silindrin yan səthinin oturacağın sayısı pi kvadrat, yan səthdə 2 pi h. H bərabərdir 2r. Deməli, ox kəsiyi burada h bərabərdir 2r olduğu üçün biz biraz əvvəl dedik ki, ox kəsiyi bərabər tərəfli silindirdə nə idi? Ox kəsiyi kvadrat olur, bəli. Deməli, burada gördüyümüz bu nədir? Kvadratdır. Kvadratın diaqonalları neçə dərəcə bucağını kəsir? 90 dərəcəlidir. Burada deyir ki, ox kəsiyin diaqonalları arasındakı bucağın dərəcə ölçüsünü tapın. Ona görə deyirik, ox kəsiyin diaqonalları əslində 90 dərəcə bucağını kəsir. Burada səhv yazıb, diaqonallar 90 dərəcə bucağını kəsir. Diaqonalın oturacağına əmlə gətirildiyi bucaq 45 olur. Bucaq 90 dərəcə olur. Orada 45 yazır. Nəysə ona fikrimdə. Yəni əsas odur, sualın həlli hansı formada olur, görmüş oldunuz da.
Deməli, silindir bu qədər. Yəni, silindirdə elə bir şey yoxdur. Çox rahat mövzudur. Yəni, prizmaya, çox üzlərə baxanda burada rahatdır. Konusda nədir? Konusda düzbucaqlı üçbucağın bir kateti ətrafında fırlanmasından alınan həndəsi fiqur adlanır konus. İndi bunu da bir dənə video şəklində göstəreyim. Bir dəqiqə gözləyim. Düzbucaqlının bir katet ətrafında fırlanmasından alınan fiqura deyilir konus. Həmin bu hissə deyilir konusun doğranı. Oturacağın radiyusu adlanır konusun radiyusu. Deməli, düzbucaqlı üçbucağın bir katetri ətrafında fırlanmasından alınan fiqura deyilir konus. Həmin hipotenuz olur konusun doğranı. Bax, burada gördüyünüz hipotenuz var. Konusun doğranı olur. Hansı katet ətrafında fırlanırsa, fırlanan katet olur onun hündürlüyü. Digər katet isə olur oturacağın radiyusu. Davam eləyək. Deməli, burada da şəkildə gördüyümüz kimi hündürlük, doğran, oturacağın radiyusu. Bu konusda sanki nəyə bənzər biraz? Elə bir ki, piramidadır. Piramida ilə, bu da piramida ilə qardaşdır. Piramidanın yan səthi nə idi? Kim deyə bilər? Piramidanın yan səthi nə idi? Piramida. Kim deyə bilər? Yox, konusunu demirəm, piramidanın. Piramidanın yan səthi oturacağın perimetrin yarısı vurulsun nə idi? Düzgün piramidanın yan üzün hündürlüyü. 2'də 1 pi oturacaq vurulsun yan üzün hündürlüyü düzgün piramidanın yan səthi el olurdu. Burada da biz piramida kimi baxanda, məsələn, bunun da yan səthin sahəsi olacaq oturacağın perimetri. Oturacağın perimetri nədir? 2'də 1. Yarım perimetri olacaq elə ki, pi r. Yəni, çevrənin uzunluğunun yarısı, çevrənin uzunluğu nədir? 2 pi r. Onun da yarısı olanda olur pi r vurulsun yan üzün apofemin yerində elə bir ki, nə durub? Doğran durub. Ona görə pi r l olur. Konusun yan səthin sayısı olur pi r l. Bunun da ox kəsiyi oturacağın mərkəzindən, yəni burada da konusun oxu deyəndə hündürlüyündən, yəni konusun hündürlüyü də hara düşür? Təpə nöqtəsindən oturacağın mərkəzinə çəkmiş düz xətt parçası kimi də baxarsınız. Konusun oxu deyəndə təpə nöqtəsindən və oturacağın mərkəzindən keçən düz xətt adlanır konusun oxu. Yəni ki, bax, buradan keçən düz xətt konusun oxu adlanır. Konusun oxundan keçən müstəvi kəsiyi də adlanır ox kəsiyi. Yəni, konusunda ox kəsiyi burada bərabər yanlı üçbucaq olur. İndi bizim öyrənəcəyimiz həm silindirdə, həm konusda da düz silindir öyrənirik, düz konusu öyrənirik. Düz silindir nədir? Doğranı oturacağa perpendikulyar olan. Mail silindir də var, amma biz burada mail silindiri öyrənməyəcəyik. Məsələn, konusda da biz düz konus nə deyəcəyik? Deməli, hündürlüyün oturacağı, yəni təpə nöqtəsi ilə oturacağı indirmiş hündürlüyün oturacağı, yəni dairənin mərkəzinə düşürsə, buna deyilir düz konus. Yəni, bu hər dəfə də düz konus deməyəcəyik, düz silindir deməyəcəyik, elə deyirik silindir, konus. Yəni, çünki bizim öyrənəcəklərimiz bunlardır. Biz başqa, yəni silindir, başqa konus öyrənməyəcəyik. Bizim öyrənəcəyimiz düz silindir, öyrənəcəyimiz konus da düz konusdur. Ona görə də hər dəfə düz silindir, düz konus söhbəti işlətməyəcəyik. Elə deyəcəyik, düz silindir, konus. İndi, konusunda yan səthinin sayəsi, tam səthinin sayəsi, bir də həcmi də nəyə oxşuyur? Piramidanın yan səthinin sayəsi, tam səthinin sayəsi və həcmi oradakı düsturlara oxşardır.
Ox kəsiyi yenə dedik. Oturacağın mərkəzindən və təpə nöqtəsindən keçən müstəvi kəsiyi adlanır konusun ox kəsiyi. Konusun ox kəsiyi də bərabər yanlı üçbucaq olur. Əgər ox kəsiyi bərabər tərəfli üçbucaq olarsa, ona deyilir düzgün konus. Və yaxud da bərabər tərəfli konus. Fərqi yox. Bərabər tərəfli konus deyəndə deməli ox kəsiyi nə olur? Bərabər tərəfli üçbucaq olur. İndi gəlirik yan səthin sayısı, tam səthin sayısı, həcmi. Deməli, yenə dediyimiz kimi, piramidada olduğu kimi, piramidada 2/1 pi oturacaq vurulsun yan üzün hündürlüyüdür. Burada da ona görə olur yan səthin sayısı 2/1 vurulsun elə bir ki olur 2 pi r. Orada 2'lər gidir, qalır pi r l. Yan üzün hündürlüyü də, yəni apofimin yerində də elə bir ki burada konstanta nə durur? Doğran durur. Ona görə olur 2 pi r l. Yan səthinin sayısı. Deməli, yan səthin sayısı olur pi r l. İndi gəlirik ox kəsiyi. Ox kəsiyi də dediyimiz kimi bərabər yanlı üçbucaqdır. Ox kəsiyin sayısı da bərabər yanlı üçbucağın sayısı nə oldu? Oturacaq vurulsun hündürlük bölünsün 2. Burada oturacaq 2 r'dir. Elə bir ki olur 2/1 vur 2r vurulsun h. Burada hər dəfə 2/1 vur 2r vur h yazmırıq. Elə ox kəsiyin sayısı nə olur onda? Elə oturacağın radisi vurulsun hündürlük. Bu da olur ox kəsiyinin sahəsi. İndi bu yan səthin açılış bucağı nədir? Bunu əzbər yadınızda qalmasa da, yəni deyəcəm nədir? Biraz sonra onu video şəklində də göstərəcəm. Tam səthin sayısını deyəndə aydın məsələdir. Yan səthi ilə oturacağın sahələrini toplayırıq. Bu da olur tam səthin sayısı. İndi piramidanın həcmi nə idi? 3/1 s oturacaq vurulsun h-dır. Burada səhv düşüb bu. Burada 3/1 olmalıdır. 3/1 pi r kvadrat h olacaq. Konusun həcmi də 3/1 pi r kvadrat vurulsun h. Necə piramidada 3/1 s oturacaq vur h-dır. Burada oturacağın yerində dairə olduğu üçün, dairənin də sayısı pi r kvadrat olduğu üçün nə olur? 3/1 pi r kvadrat h. Konusun da həcmi bu şəkildə tapılmış olur. Bu yan səthin açışı, buradakı bucaq, beta bucağı 360 dərəcə vur r, yəni oturacağın radisi böl l. Deməli, konusun yan səthin açışı hündürlük kiçildikcə dairə sektoru da böyüyür. Yaxşı, burada mən bir şey göstərim ən son. Bax, burada gördünüz ki, burada bax bu hissə, bu oldu doğran. Bura oldu qövsdür, yəni oturacağın çevrəsi, konusun oturacağı dairədə. Bura olur normalda 2 pi r. Burada açılışdakı mərkəzi bucaq, yəni alfa. İndi biz yadınızdadırsa şey keçəndə, dairə sektorunun sahəsini keçəndə və daha doğrusu dairə sektoru keçəndə sahəsi yox, çevrə qövsünün uzunluğu necə olurdu? L qövsünün uzunluğu nədir? Pi r alfa böl 180 dərəcə. Həmin bax bunun yerinə bunu mən kiçik r yazım. Bax bu pi r, bu elə bir kiçik r'dir. Normalda doğranın yerində nə durub? İndi bunu bir də dairəyə tamamlasaq, sanki burada doğranın yerində nə durub? Radius durub. Burada nə olur? 2 pi r, pi kiçik r vur alfa bölünsün 180 dərəcə. Ya bunun istifadə edib, məsəl üçün tutaq ki, konusun oturacağın radiusu verilibsə,
Buradan mərkəzi bucağı tapa bilərik. Doğran verilibsə, radius verilibsə, bu açılışdakı mərkəzi bucağı, yəni alfanı bu düsturdan tapa bilərik. Və yaxud da bəzən görürsən, deyir ki, konusun yan səthinin açılışındakı mərkəzi bucaq, nə bilim, 120 dərəcədirsə, tutaq ki, doğranı da 5-dirsə, onda doğran deyil, daha doğrusu deyir ki, oturacağın radiusu 5-dirsə, deyə bilər ki, misal üçün nəyi tap buradan? Doğranın uzunluğunu tap. Doğranın uzunluğunu bu şəkildə tapa bilərik. Yəni, buradakı bu el, normalda bunu çevriyə tamamlasaq, doğran elə bir ki, nədir? O, hansısa çevriyə tamamlanacaqsa, orada radiusun yerində durmuş olur. Bilmirəm, aydın oldu, yoxsa yox. Yoxsa qarışıq oldu. Aydın oldu da bu hissələr. Bəli, mənim aydındır. Yaxşı. Videodan da gördünüzdə nətər olur. Ona görə buranı da keçək. Bunu bağlayıram mən. Konusun yan səthinin açılışı dairə sektoru əmələ gətirir. Tam səthinin açılışı isə dairə sektoru və dairədən ibarət olur. Yəni, bəzən şəkillərdə verə bilər ki, deyək ki, hansı fiqurun yan səthinin açılışıdır, onda deyəcək, bu konusun yan səthinin açılışıdır. Tam səthinin açılışı olanda da bir dənə dairə də verir əlavə olaraq. Buradan da düsturları da bildik. Da başqa elə bir şey yoxdur burada. Çətin qeyri-adi nəsə bir şey yoxdur. Qalanlar rahatdır. Məsələləri də buna görə həll eləmiş olacaq. Məsələn, burada dimdə qəbul sualı olub. Katitləri 3 və 4 olan düzbucaqlı üçbucağın kiçik katit ətrafında fırlanmasından. Kiçik katit dediyinə görə hansı katit ətrafında fırlanırsa o 3 olur. Ona görə hündürlüyü 3 olur. Radius da olur. Oturacağın radius da olur 4. Deyir ki, alınan fiqurun tam səthinin sayısı. Tam səthinin sayısı da nədir? Pi r plus pi r kvadrat. Buradan hesablayıb tam səthinin sayısını tapmış oluruq. Oturacağın sayısı 6 pi kvadrat santimetr olan bərabər tərəfli konusun həcmini tapın. Bərabər tərəfli konusdursa, deməli bunun ox kəsiyi bərabər tərəfli üçbucaq olur. Oturacağın sayısı 6 pi isə buradan radiusu tapırıq. Radius tapanda elə bir ki, ox kəsiyi burada olur. Radius 6-dırsa, tərəfi olur 2 kökdə 6. Doğranı da olur 2 kökdə 6. Və buna görə biz indi hündürlüyü tapmalıyıq. Hündürlüyü də necə tapırıq? Biz bilirik ki, bərabər tərəfli üçbucağın hündürlüyü nə idi? A kökdə 3 böl 2. Burada indi bu düsturuna kökdə 3 elinə də yaza bilərsiniz. Amma o düsturu bilməsəniz belə, hündürlüyün düsturu var da, bərabər tərəfli üçbucaqda. A kökdə 3 böl 2. Bu düsturdan istifadə edib və burada da A-nın yerinə 2 kökdə 6 vur, kökdə 3 böl 2 yazanda nə olur burada? Kökdə 18, bu da 3 kökdə 2 eləyir. Ondan sonra yatıb burada yerinə qoyuruz, həcmin soruşdu. 3də 1 pi r kvadrat h. Oturacağın radiusu kökdə 6 elədi, hündürlüyü də bu elədi. Yerinə qoyub oradan da həcmin tapmış oluruq. Sonra yenə konusun doğranı ilə hündürlüyü fərqi 3, onlar arasındakı bucaq 60 dərəcədir. Konusun hündürlüyü ilə doğranı ilə hündürlüyü fərqi 3. Yəni, el çıxılsın h 3-dür. Sonra deyir ki, onlar arasında, yəni doğranla hündürlüyü arasındakı bucaq, doğran ilə hündürlüyü fərqi, onlar arasında bucaq 60 dərəcə olarsa, deməli, konusun həcmini tapın. Bu 60 dərəcə olanda, onda bu oturacaqdakı bucaq olur 30 dərəcə. 30 dərəcə olduğuna görə də 30-un qarşısındakı katit, yəni h nə olur? Daha doğran nə olur? 2h olur. H doğranın yarısı olur da. Bərabər düzbucaqlı üçbucaqda demişdi ki, 30 dərəcə bucaq qarşısındakı katit hipotenuzun yarısıdır. Ona görə burada doğran 2h olur. Buradan h-ı tapandan sonra radiusu tapa bilərik. Ona görə də artıq həcmi hesablamış oluruq. İndi burada belə bir dənə sual var yenə. Müstəvi üzərində olmayan nöqtədən bu müstəvi ilə 30 dərəcə bucağı ilə gətirən və uzunluğu 18 cm olan bütün maillər çəkilmişdir. Bax, bütün maillər çəkilmişdir. Deməli, biz onda burada nə alırıq? Konus alırıq. Və doğranı 18 olan konus. Oturacaqla da 30 dərəcə bucağı ilə gətirdiyi üçün artıq hündürlüyü olur burada 9. Radius olur 9 kökdə 3. Artıq həcmini tapa bilərik. 3də 1 pi r kvadrat h düsturda yerinə qoyub, verilənləri yerinə qoyub həcmini tapmış oluruq.
İndi gəlirik kəsik konus. Kəsik konusda nəyə oxşuyur sanki? Kəsik piramidaya. Yəni oturacağı paralel müstəvi ilə kəsdiyimiz zaman müstəvinin konus daxilində qalan hissəsi ilə oturacaq arasında qalan hissəsi adlanır kəsik konus. Yəni yenə deyirəm, bu kəsik konusu kəsik piramidaya oxşaya bilərsiniz. Oradakı düsturlardan istifadə edib buradakı düsturlarda ala bilərsiniz. Kəsik konusun yan səthi, tam səthi, həcmi kəsik piramidanın tam səthi, yan səthi həcminə oxşardır. Orada məsəl üçün biz kəsik piramidanın yan səthi deyəndə nə demişdik? Demişdik ki, oturacaqların perimetrləri cəminin yarısı vurulsun yan üzün hündürlüyü, yəni apofem. Burada da oturacaqların perimetrləri, yəni oturacağın perimetri nə olur? Çevrələr olur. Çevrələrin də uzunluqları 2 pi. 2 pi üstə gəl 2 pi böyük yer bölünsün 2 vurulsun L doğran. O da pi r. R üstə gəl pi böyük r L. İndi biraz sonra görəcəksiniz. Bu kəsik konusun ox kəsikdə nə olur? Bərabər yanlı trapez. Yəni bax burada gördüyümüz A, B, C, D nə olur? Bərabər yanlı trapez olur. Hər zaman belədir. Yəni kəsik konusun ox kəsiyi bərabər yanlı trapeziya olmuş olur. İndi kəsik konusun açılışı da bu formada alınır. Bax burada şəkildə görürsünüz. Belə bir dənə fiqur verilibsə, yəni şəkil verilibsə, desə ki, bu hansı fiqurun yan səthinin açılışıdır, deyəcək kəsik konusun. Oturacaqlarda 2 dənə dairə olmuş olur. İndi yan səthinin açılışı dediyimiz ki, yan səthin sayısı daha doğrusu pi L böyük R plus kiçik R. Oturacaqların çevrələrinin uzunluğu vurulsun bir də yan doğran. Doğran da burada L'dir. Tam səthi də aydın məsələdir. Yan səthi bir də 2 dənə oturacaq var. Oturacaqların sahələri cəmi olmuş olur. İndi kəsik piramidanın həcmi biz nə yazmışdıq? Kəsik piramidanın həcmi yazanda belə yazmışdıq. 3/1 pi h daha doğrusu S1 plus S2 üstə gəl kök altında S1 vur S2. Bax, elə bir ki, burada S1 biri kiçik dairə pi r kvadrat. Üstə gəl kiçik, burada bir dənə pi var da, pi əlavə eləmişik. Oturacağı nə olur? Pi r kvadrat. Üstə gəl pi kiçik r kvadrat. Üstə gəl kiçik kök altında pi böyük r kvadrat vur pi kiçik r kvadrat. Bu pi kvadratdan bir dənə pi çıxır. R kvadratdan da r, kiçik r kvadratdan da r. Yəni, bax, buradan gəlib çıxır. Pini də mötərizə xaricində çıxardanda gəlib bu həcm düsturu alınır. Yəni, düzdür, yenə deyirəm, buna aid hələ indiyə kimi buraxılış imtahanında qəbula düşməyib suallar. Amma yenə də bilməyinizdə fayda var da. Birdən gəlib düşərsə yaza bilərsiniz ki, kəsik konusun həcmi bu formada hesablanır. İndi dibin qəbul sualı, deməli, kəsik konusun oturacaqların radiusları fərqi doğranın yarısına bərabərdir. Doğranın oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucağı tapın. Burada yenə dedim, kəsik konusun ox kəsiyi bərabər yanlı trapezi olur. Deyir ki, kəsik konusun oturacaqların radiusları fərqi. Biz bərabər yanlı trapeziyada, bilməm, yadınızda qalıb yoxsa yox, bərabər yanlı trapeziyada bu hissə, məsələn, bu, deyək ki, bura A, B, C, D, bura H, K yazsaq, həmin o H nəyə bərabərdir? Oturacaqların fərqinin yarısı, yəni AD çıxılsın, BC bölünsün ki, biz bunu trapeziyanın keçəndə demişdik. İndi ona görə bax, burada bu X olan oturacağın biri nədir? Böyük aşağıdakı dairənin oturacaq radius diametridə, yəni 2 yer buradır. Bu oturacaqda kiçik 2 yerdir. Böyük 2 yer çıx, kiçik yer bölü 2 elədir, R çıxır. Bu deyir nəyə bərabərdir? Yəni dolayısıyla burada X olur. Bu deyir nəyə bərabərdir? Doğranın yarısı, yəni L'in yarısı. Onda bu X L'in yarısıdırsa, yəni X bölü bərabərdir 2-də 1-dir. Yəni belə deyir də, L 2X-dırsa burada, şəkildə balaca görsənirlər. Onda bu bucaq neçə olub demək? 30 olub. 30 isə bizdən amma haran soruşub? Buradakı bucağı soruşub. Doğranla oturacaq müstəvisi arasında bucaq. Bu yuxarıdakı bucaq 30 olanda aşağıdakı bucaq da olur 60 dərəcə. Yəni ona görə cavab burada olur 60. İndi yenə kəsik konusunun oturacaqların radiusu 3/5 cm-dir. Kəsik konusla eyni həcmdə olan
tam konusun hündürlükləri bərabərdir. Bax, kəsik konusda eyni həcmdə olan, deməli, kəsik konusun həcmi ilə tam konusun həcmi bərabər olacaq. Bax, göz burada yazanda hündürlükləri eyni, həcmləri də bərabərdir. Onda bərabərləşdirəndə 3/1 pi h'lar burada ixtisar gedir, qalır bundan bura isə. Yəni r kvadrat plus r1 kvadrat, o da verib də. Tam konusuna oturacağın radiusunu soruşur. Burada da radiuslar verib. Biri 3'dür, biri 5'dir. Yerinə qoyub tam konusuna oturacağın radiusunu tapmış oluruq. Bu da rahat sualı. Düsturu biləndən sonra yazmaq elə çox çətin deyil. İndi gəlirik sfera və kürə. Sfera elə bir ki, futbol topu, içərisi boş. Necə biz çevrə deyəndə çevrənin içərisi boş olurdu, dairə deyəndə içərisi dolu olurdu. Sferada elə bir ki, yarım çevrənin öz diametri ətrafında fırlanmasına alınan fiqurdur. Kürəni isə deyə bilərik, dairənin diametri ətrafında fırlanmasına alınan fiqura deyilir kürə. Yəni kürə deyəndə içərisi dolu olur, sfera deyəndə isə içərisi nə olur? Boş olmuş olur. Deməli, burada çevrənin yenə dediyimiz kimi öz diametri ətrafında fırlanmasına alınan fiqura deyilir sfera. Sferanı bax, suallarda belə düşə bilər ki, sferanın ən böyük çevrəsinin radiusu 5-dir. Ən böyük çevrəsinin radiusu 5-dirsə, elə sferanın özünün də radiusu nə olmuş olur? 5 olmuş olur. Sən burada desə ki, kürənin ən böyük müstəvi kəsiyi, ümumiyyətlə kürənin bütün müstəvi kəsiyi dairə olur. Məsələn, desə ki, kürənin ən böyük müstəvi kəsiyinin radiusu, yenə deyirəm, tutaq ki, 3-dürsə, onda elə kürənin radiusu da nə olmuş olur? 3 olmuş olur. Yəni, ən böyük müstəvi kəsiyi onun mərkəzindən keçən müstəvi kəsiyi olur. Burada tərifi söz nədir deyə bilərsiniz? Yəni, bu şəkildə də fəzanın verilmiş nöqtəsindən məsafələri verilmiş məsafəni aşmayan bütün nöqtələr çoxluğuna kürə deyilir. Sfera isə fəzanın verilmiş nöqtəsində verilmiş məsafədə duran bütün nöqtələrdən ibarət olan fiqura və yaxud da biraz əvvəl dediyimiz kimi çevrənin və yaxud da yarım çevrənin diametri ətrafında fırlanmasına alınan fiqura deyilir sfera. Kürə də və yaxud da dairənin və yaxud da yarım dairənin diametri ətrafında fırlanmasına alınan fiqura kürə deyilir. O şəkildə də deyə bilərsiniz tərifi, bu şəkildə də deyə bilərsiniz. Yəni, problem yoxdur. Sadəcə bilin ki, kürə nədir, sfera nədir? Onların arasındakı fərq nədir? Sferanın içərisi boş olur, kürənin içərisi dolu olur. Kürənin və ya sferanın səthinin sahəsi həmişə burada olur. S bərabərdir 4 pi r kvadrat. Elə ki, dairənin radiusu nədir? Pi r kvadrat. Artıq sferanın sahəsi, burada elə qısaca sferanın səthi deyilmi? Sferanın sahəsi deyilə bilər, amma kürənin sahəsi deyilə bilməz. Kürənin səthinin sahəsi deyilir. Kürənin səthinin sahəsi və yaxud da sferanın sahəsi və yaxud da sferanın səthinin sahəsi fərqi yoxdur. Bu, hər bir formada deyə bilərsiniz. Burada sahəsi, kürənin səthinin sahəsi və yaxud da sferanın səthinin sahəsi 4 pi r kvadrat düsturu ilə hesablanır. Yəni, ən çox sual düşəndə də bunlara aid sual düşür. Bir də kürənin həcmi 3/4 pi r kub. Burada da radius birisi də ən böyük müstəvi kəsiyinin radiusu ilə kürənin radiusu olmuş olur. Burada kürə segmentinin, sonra kürə sektorunun düsturları verib həcmi, bunlara aid düşmür. Yəni, imtahanları yoxdur. Buraxılışda da ümumiyyətlə düşmür. Amma yenə də öyrənmək istəsəniz, baxın, yəni çox da vacib. Ümumiyyətlə, heç şeydə də yoxdur buna aid sual. Demin test topusunda da yoxdur. Əsas burada 2 dənə düsturu bilməniz kifayətdir. 4 pi r kvadrat səthinin sahəsi, bir də 3/4 pi r kub. İndi burada görürsünüz, ən çox da düşəndə suallar bu tipdə. Kürənin mərkəzinə, nə bilim, 10 sm məsafədə müstəvi kəsiyi keçirir. Yəni, bu tipdə suallar daha çox düşür. Kürənin mərkəzindən 8 sm məsafədə keçən müstəvi ilə kəsikməsindən alınan kəsiyin sahəsi 36 pidir. Kəsik də, deməli, kürənin müstəvi kəsiyi də həmişə olur dairə. Sferanın müstəvi kəsiyi isə yenə çevir. Müstəvi kəsiyi əslində sferada olmur, demək olar ki, çünki sferanın içərisi boşdur. Kürədə müstəvi kəsiyi olur. İndi dairənin sahəsi də bu müstəvi kəsiyi zaman alınan dairənin sahəsi, yəni bax, buranın sahəsi də nədir? 36 pidir. Ona görə burada kiçik yer, yəni bu kəsiyin
Radius olur 6 və buradan da 8 sm məsafədədir. Burada alınır düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağa görə də böyük yeri tapıb. Pifaqor teoremində 8-in kvadratı üstə gəl 6-nın kvadratı, o da bərabərdir 100. Oradan da radius tapmış oluruq 10. Sonra kürənin səthinin sayısı deyir ki 36 pidir. Buradan radiusu tapıb kürənin də həcmini 3/4 pi kub düsturu ilə tapa bilərik. İndi gəlirik, bəzən nə ola bilər? Burada məsələn kürənin daxilinə kub çəkilib və yaxud da kubun daxilinə kürə çəkilib və yaxud da sfera çəkilib. Bu tip suallarda nə edirik? Deməli, kürənin daxilinə əgər kub çəkilibsə, deməli biz burada kürənin diametri kubun diaqonalı olur. Kubun diaqonalı da necə olurdu? Kubun diaqonalı D bərabərdir A kökdə 3-dür. Deməli onda kürənin daxilinə kub çəkilibsə, kürənin radiusu olur D bərabərdir A kökdə 3 bölü 2. Kürənin radiusu, məsələn burada kürənin radiusunu soruşsa, diametri A kökdə 3-dür, radiusu olur nə? A kökdə 3 bölü 2. İndi kubun daxilinə kürə çəkibsə, kubun daxilinə də kürə çəkiləndə sanki kvadratın daxilinə nə çəkilib? Dairə çəkilib. Necə kvadratın daxilinə dairə çəkiləndə dairənin radiusu nəyi? Tərəfin yarısına bərabərdir. Burada da əgər kubun daxilinə kürə çəkibsə, kürənin radiusu nə olur? Kubun tilinin yarısı. A bölü 2. Eyni kvadratda olduğu kimi. Bu daha rahatdır. Yəni dediyim ki, burada nəyə yadda saxlamaq lazımdır? Əgər kürənin daxilinə kub çəkilibsə, biz məsələn şeydə də belə deyirdik də, deyir ki, dairənin daxilinə nə çəkiləndə? Kvadrat çəkiləndə radius nəyə bərabər oldu? Kvadratın diaqonalının yarısı. A kökdə 2 bölü 2 olurdu. Burada da eyni şəkildə olur. Deməli, sferanın daxilinə çəkilmiş, yenə yekunlaşdı, ən son deyirəm. Sferanın daxilinə kub çəkilibsə, sferanın radiusu kubun diaqonalının yarısına bərabərdir. Əgər kubun daxilinə sfera çəkilibsə, onda onun radiusu ilə kubun tilinin yarısına bərabər olur. Radiusu kubun tilinin yarısına bərabər olmuş olur. Sonra silindrin daxilinə kürə çəkilibsə, yəni daxilinə kürə yerləşibsə, onda o mütləq bərabər tərəfli olmalıdır. Çünki biz bilirik ki, kvadratın daxilinə dairə çəkmək olur da, düzbucağının daxilinə dairə çəkmək olmur da, əvvəlki mövzulardan bildiyimiz kimi. Ona görə əgər desə ki, silindrin daxilinə kürə çəkib, deməli onda o silindr mütləq bərabər tərəfli silindr olmalıdır. Bərabər tərəfli silindirdə biraz əvvəl dedik, ox kəsiyi nə olurdu? Kvadrat. Burada da artıq nə olurdu? Radius da nəyə bərabər olur? Onda bu kürənin radiusu olur hündürlüyün yarısı və yaxud da oturacağın diametrin yarısı. Yəni oturacağın ilə nəyə bərabər olur? Radiusuna bərabər olmuş olur. Silindrin xaricinə sfera çəkiləndə isə o sferanın radiusu silindrin ox kəsiyinin diaqonalının yarısı olur. Radius. Və yaxud da o sferanın diametri silindrin ox kəsiyinin diaqonalına bərabər olur. Bax, bu olmuş olur. Yəni, BD olur nə? Sferanın diametri. Radiusda nə olacaq elə? BD-nin yarısı olmuş olacaq. Bu da belə. Burada elə çox çətin bir şey yoxdur gördüyünüz kimi. İndi gəlirik misal üçün. Burada deyir ki, bu dimin test topusunda olmalıdır bu sual. Eyni zamanda qəbula da düşüb. İçərisində su olan silindr formalı qabda kürə tamamilə batırılıb. Kürəni çıxartdıqdan sonra suyun səviyyəsi 1 sm enmişdir. Demək ki, onda silindrin oturacağın radiusu 6 sm olarsa, kürənin radiusu neçə santimetrdir? Deməli, kürənin o həcmi 1 sm hündürlükdə olan, bax burada gördüyünüz kimi, bax bu 1 sm hündürlükdə olan silindrin hissəsinin həcminə bərabərdir. Yəni, bax bunun həcmi bu kürənin elə nəyinə bərabərdir? Həcminə bərabərdir. Kürənin həcmi nədir? 3/4 pi kub. Silindrin hündürlüyü nədir? 1 sm oldu. Elə bir ki, balaca silindr var da. Bu balaca silindrin
həcmi elə bu kürənin həcmidir. Hündürlüyü 1-dir. Oturacağın radiusu da yenə dəyişmir də. Burada silindr radiusu nədir? 6-dır. Deməli, silindrin də həcmi nədir? Pi kvadrat h. Amma hündürlüyü 1 götürüb, buradan bərabərləşdirib, burada pi'lər gedir. Radiusuna yerinə burada nə qoyuruq? 1 qoyuruq. Daha doğrusu radius 6 qoyuruq. H da 1 olub, oradan tahmış oluruq kürənin radiusunu. Bu formada həll olunur. Sonra buradan nə ola bilər? Konusun daxilinə çəkilmiş kürə və yaxud da sferanın daxilinə çəkilmiş konus deyəndə də burada da hansı məntiqlə yanaşırsınız? Deməli, uşaqlar, burada əgər konusun daxilinə kürə çəkilibsə, elə bil ki, bərabər yanlı üçbucağın daxilinə nə çəkilib? Bərabər yanlı üçbucağın daxilinə sanki nə çəkilib? Dairə çəkilib. Üçbucağın da daxilinə çəkilmiş dairənin radiusu nə olurdu? Daxilinə çəkilmiş dairənin radiusu 2s bölünsün a plus b plus c. Yəqin yadınızdadırsa, daxilə çəkilmiş çevrənin radiusu 2s bölünsün a plus b plus c. Tərəflərin cəmi. Burada da o məntiqlə yanaşıb o şəkildə tapırıq. Əgər kürənin və sferanın xaricinə konus çəkilibsə, orada da elə ki, üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapacağıq. Üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu nədir? ABS böl 4S. Yenə burada da o məntiqlə yanaşıb sferanın radiusunu tapmış oluruq. Burada indi silindrin daxilinə konus çəkilibsə, deməli onda silindrin hündürlüyü ilə konusun hündürlüyü nə olmuş olur? Bərabər olmuş olur. Kürənin daxilinə, kürə deyəndə və yaxud da sferanın daxilinə piramida çəkmək olar. Bu formada olacaq. Bunlar biraz çətin gələ bilər. Burada, məsələn, kürənin daxilinə çəkilmiş düzgün dördbucağı piramidanın diagonal kəsiyi. Piramidanın diagonal kəsiyi nə olacaq? Dördbucaqlı piramidada elə nə olur? Bərabər yanlı üçbucaq olur. Ona görə həll edib buradan kürənin radiusunu tapırıq. Yəni, burada elə bir ki, bərabər tərəfli üçbucaq, diagonal dördbucağın diagonal kəsiyi tərəfi köklüsü olan bərabər tərəfli üçbucaqdır. Sanki bərabər tərəfli üçbucağın xaricinə nə çəkmişik? Çevrə çəkmişik. Bərabər tərəfli üçbucağın da xaricinə çəkmiş çevrənin radiusu a köklü 3 böl 3 idi. Oradan tapırıq bu kürənin radiusu və yaxud da sfera olsa sferanın radiusunu tapıb bu düsturla tapmış oluruq. Belə, dərsimizin sonuna gəlib çatdıq. Qaydalar bu qədər idi. Burada əsas düsturları yaxşı yadda saxlamaq lazımdır ki, sualları işləyə bilər. Çünki düsturları bilmədən çətin olur. Yəni, dediyim kimi, elə qeyri-adi bir şey yoxdur. Sadəcə konkret düsturlardır. Düsturları biləndən sonra da istənilən sualı yazmaq olar. Yəni, çoxüzlərə baxanda fırlanma cisimləri biraz daha rahatdır ona baxanda. İndi sualları işləyəndə də özünüz də görəcəksiniz.